səyahətinin inkişafına çalışmaq lazımdır. Yəni, Azərbaycanda ən böyük problemlərdən biri təbəqələşmədir. Azərbaycanda çox varlı adamlar var və çox yoxsul adamlar var. Yəni, belə olmalı deyil. Azərbaycanın maddi sərvətlərinin bölgüsü ədalətli bölgü deyil. Yəni, kimlərsə onlara lazım olandan, onların tələbatından qat-qat artıq olan, 100 dəfələrlə, 1000 dəfələrlə artıq olan vəsaitlərə, imkanlara, əmlaka malikdir. Belə bir şəraitdə o əmlakdan istifadə də olunmur, o vəsaitlərdən istifadə də olunmur. Amma Azərbaycan əhalisinin böyük bir hissəsi yalnız dolanışıq barədə düşünür, yalnız belə doyunca yemək barədə düşünür, yalnız övladının paltarını, ayaqqabısını almaq barədə düşünür. Belə olmamalıdır. Yəni, bu korrupsiyaya son qoyulmalıdır, bu rüşvətxorluğa son qoyulmalıdır. İndi bəzi bizim dostlarımız Qarabağa səfər edirlər. Onlar Zəngəzur bölgəsində olublar, Zəngilanda, Cəbrayılda, Füzulidə, Laçında. Yaxşı əhval-ruhiyyədə qayıdıblar ki, orada yollar tikilir, evlər tikilir, tikinti işləri gedir. Amma təbii ki, hər kəsin də dediyi bir fikir var, bir söz var ki, həddən artıq yeyinti var, həddən artıq vəsaitlərin mənimsənilməsi var. Məsələn, elə yazıldı, sosial mediada da getdi, mətbuatda da bu məsələlərə toxunuldu. Məsələn, orada tikilən, 180 min manata tikilən evlərdən daha yaxşı evləri şirkətlər reklam verirlər, 80 minə, 70 minə tikirlər. Yəni, bu evlər 2 dəfə baha tikilirsə, 3 dəfə baha tikilirsə, o vəsaitlər mənimsənilir, məsələlərə nəzarət etmək lazımdır. Yəni, bu məsələlərin qarşısının alınması lazımdır. İstənilən yerdə müəyyən qədər yeyinti ola bilir. Qarabağda olması çox acıdır. 3%, 5%, 70%, 100%, 150% yeyinti olması, bunlar hamısı nəticə etibarilə Azərbaycan cəmiyyətinə məxsus olan vəsaitlərdir. Yəni, Sovet dövründən belə bir təsəvvür qalıb insanların beynində ki, dövlətin olan mənimki deyil və ya kolxozun olan mənə aid deyil. Amma bu dövlət bizim dövlətdir. Amma bu əksinə, əslində, əlbəttə, dövlət bizim dövlətimizdir və o vəsaitlər də, o uğurlanan vəsaitlər, o dağıdılan vəsaitlər, o israf edilən vəsaitlər, israfçılıq, bu hansı vəsaitlərdir? Bu verilməyən uşaq pullarıdır, bu aşağı olan pensiyalardır, bu aşağı olan maaşlardır, bu yüksək kommunal xərclərdir. Yəni, oradan yığılan vəsaitlərdir, bu vəsaitlər orada toplanır və bu vəsaitlər bir tərəfdən israf edilir, bir tərəfdən də ayrı-ayrı adamlar tərəfindən, Azərbaycan əhalisinin bir qrupu tərəfindən mənimsənilir. Və bu ədalətsiz bölgüyə görə Azərbaycan cəmiyyətində çox ciddi gərginlik var, insanlarda çox ciddi narahatlıq var, narazılıq var. Yəni, hər kəs hesab edirdi ki, Qarabağ müharibəsində qalib gəlib ərazilərimizi işğaldan azad etdikdən sonra Azərbaycan başqa bir Azərbaycan olacaq. Azərbaycanda insanlar daha mehribanlaşacaq, insanların əsəbləri sakitləşəcək, insanlar qürurlu olacaqlar, özlərini xoşbəxt hesab edəcəklər, həyat səviyyəsi yaxşılaşacaq, çünki müharibə çox böyük vəsaitlər tələb edən bir hadisədir. Təbii. Yəni, amma bunlar baş vermədikdə, bunlar olmadıqda, əksinə yenə də o qarşı durma davam etdikdə, yenə də o cəmiyyətlə hesablaşmamaq, cəmiyyətin maraqlarını nəzərə almamaq siyasəti davam etdikcə, yenə korrupsiya aradan qalxmadıqca, əksinə daha da artdıqca, məhkəmələrdə qanunsuzluqlar davam etdikcə, bu haqsızlıqlar, bu yalanlar, bu yaltaqlıqlar, bu ikiyüzlülüklər artdıqca Azərbaycan cəmiyyətində də bir məyusluq yaranır. Yəni, cəmiyyəti məyus etmək olmaz, cəmiyyəti ruhlandırmaq, cəmiyyəti gələcəkdə Azərbaycanın firavan, inkişaf edən xoşbəxt bir dövlət, xoşbəxt bir cəmiyyət olacağına inandırmaq lazımdır və bunun üçün indi bütün imkanlar var. Azərbaycanın kifayət qədər sərvətləri boldur, çoxdur. Yəni, Azərbaycanın o qədər təbii sərvətləri var ki, o bəlkə də 2 Azərbaycan xalqına yetəcək qədər Azərbaycan sərvətləri var. Azərbaycanın insanları zəhmətkeş insanlardır, çalışqan, yaradıcı insanlardır. Yəni, bu da bizim ən ciddi resursumuz, ən ciddi qazancımızdır. Yəni, bütün bunları yönəltmək, istiqamətləndirmək, nəsə dünyaya, bəşəriyyətə yeni bir şeylər təqdim etmək lazımdır. Yəni, biz elə Rusiyadan danışdıq. Rusiya dünyaya nə verib məsələn? Rusiyanın brendi nədir? Məsələn, deyək ki, Rus arağıdır. Niva maşınıdır, dağa çıxa bilir. Yəni, biraz fərqli. Təyindəli maşınlar var ki, dağı 3 dəfə açır. Amma, məsələn,
Elə Gürcüstanı götürək də. Bilirik ki, Barjomisi var, Çaxırı var. Ermənistan düzdür, konyakın erməni xalqına aidiyyəti yoxdur, amma hər halda təbliğ ediblər. Erməni konyakı dünyada populyardır. Düz onlar deyirlər ki, konyakı biz kəşf eləmişik. Amma konyak bilirsiniz də Fransanın Fransanın əyalətlərindən birinin adıdır. Bunlar deyirlər ki, konyakı deyirlər, amma hər halda təbliğ edə biliblər, reklam edə biliblər. Amerika Birləşmiş Ştatlarının məsələn iPhone-u var, McDonald's-ı var, Türkiyənin dönəri var, pis yaxşı Bekosu var, Arçeliki var. Pis yaxşıdır, yaxşıdır, yayıladır. Bütün dünya alır onları. Azərbaycanın nəyi var? Azərbaycan heç nəyi reklam eləyib ortalığa çıxara bilmir. Qara kürümüz var, intası görmürük də onu. Dünyada axı yalnız kürü, yəni kürümüz var, haqlısınız, razıyam. Var ya, amma hardadır var? Kürü, asetrin, Azərbaycanın adı oynan, hər halda bu Azərbaycanın brendidir. Amma bu azdır. Yəni Azərbaycanın çoxlu brendləri olmalıdır. Biz nəsə dünyada, biz rəqabət dünyasıdır. Bu rəqabətə biz nəyisə təqdim etməliyik. Biz elə bir işlər görməliyik, elə dünyaya elə töhfələr verməliyik ki, o başqa yerdə ondan daha olmasın. Yəni buna biz nail ol. Yalnız o kürü də əslində təbii sərvətdir də. O da yaradıcılıq nəticəsində əmələ gələn bir məsələ deyil. Amma biz kifayət qədər zəhmətkeş, kifayət qədər yaradıcı xalqıq. Burada indi bir neçə dəfə sizinlə də söhbətimizdə mövzuya toxunmuşuq. Ən böyük problemlərdən biri Azərbaycandan intellekt axınının olmasıdır. Azərbaycan gənclərinin öz xoşbəxtliyini, gələcəyini Azərbaycandan kənarda axtarmağa məcbur olmasıdır. Yəni heç kəs könüllü olaraq öz vətənini, öz torpağını tərk edib getməz. İndi bəzən onları tənqid edirlər, deyirlər, bunlar qoyublar. Kefindən getmirlər ki. Baxırlar ki, burada karyera qurmaq çətindir. Burada rüşvətxorluq var. Burada belə deyək ki, tribalizm var. Burada dostbazlıq var. Sədaqət prinsipləri var. Burada hansısa bir vəzifədə çalışırsansa hökmən gərək hakimiyyətdə olan qüvvəni təbliğ edəsən və s. Yəni bütün bunlardan gənclər qaçırlar və Azərbaycanı tərk edirlər. Öz xoşbəxtliklərini, öz karyeralarını Azərbaycandan kənarda qurmağa çalışırlar. Amma məsələn Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş dövlət bütün dünyada olan beyinləri, savadlı adamları öz ölkəsinə yığmağa çalışır. Müxtəlif proqramlar var ki, o proqramlar vasitəsilə çalışırlar ki, dünyanın harasında olursa olsun talantlı, istedadlı, bacarıqlı, qabiliyyətli bir adam varsa, yaradıcı bir adam varsa istəyirlər ki, onu öz ölkələrinə gətirsinlər. Avropa dövlətləri həmin siyasəti yürüdürlər. Yəni amma bizdə bu siyasət yoxdur. Yəni bunun özü Azərbaycanın gələcəyi üçün problemlər yaradan məsələlərdən biridir. Yəni biz genofondumuz barədə düşünməliyik və bu məsələləri həll etmək üçün də Azərbaycanda istedadlı, qabiliyyətli, bacarıqlı insanlara fərqli şərait yaradılmalıdır. Siz indi mən heç kəsin xətrinə dəymək istəmirəm, amma elə bir ucdan kimlərəsə prezident təqaüdü verirlər, kimlərəsə nə bilim xalq artisti verirlər, xalq yazıcısı, xalq şairi, onların da baxmayaraq ki, kifayət qədər varlı, imkanlı adamlardır. Üstəlik də onlara hələ dövlət tərəfindən maliyyə verilir, ev verilir, nə bilim başqa şərait yaradılır. Amma bu yaradıcı adamlar, qabiliyyətli, istedadlı adamlar var ki, məsələn, yaxşı rəssam ola bilərlər, yaxşı yazıcı ola bilərlər, yaxşı bu kompüter mütəxəssisi ola bilərlər, nələrsə icad edə bilərlər, amma onlar heç yaşayış səviyyələri burada normal olmadığı üçün gedib xarici ölkələrə üst tutmaq məcburiyyətində qalırlar ki, orada da yəni bir karyera qurmaq üçün onların ya vaxtı olmur, imkanı olmur, o şəraitə uyğunlaşana qədər, ora adaptasiya olana qədər görürsünüz ki, yaşları keçir artıq. Yəni buna görə bu məsələlərə diqqəti artırmaq, məsələlər barədə düşünmək, məsələlərlə bağlı xüsusi dövlət proqramları olmalıdır ki, məsələlər həyata keçirilsin. Amma bunları əldə etmək üçün birincisi